Dost xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi istiqamətində növbəti addım olaraq Tərtər rayonunda Qarabağ Regional Dost Mərkəzinin Dost filialı fəaliyyətə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov filialda yaradılan şəraiti və xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər. Qeyd edilib ki, Dost xidmətləri şəbəkəsi daim genişlənir və bu şəbəkə artıq Tərtər rayonunu da əhatə edir. Ümumilikdə indiyədək Bakı və bölgələrimizdə 7 Dost mərkəzi, 2 Dost filialı, Smart Dost xidməti məntəqəsi, 2 Dost məntəqəsi istifadəyə verilib. Qarabağ Regional Dost Mərkəzinin Tərtər filialı deməli ümumilikdə bizim göstərdiyimiz 162 xidmətdən 125 xidmət göstərəcək. Deməli 14 istiqamət üzrə və bu binada bizim xüsusi xidmət zallarımız var və bu xidmət zallarında bizim sosial agentlər qeyd etdiyim xidmətləri bizim vətəndaşlara təqdim edəcəklər, vətəndaşlara xidmətləri göstərəcəklər. Bina özü 680 kvadratdır və bu binada xidmət zallarından başqa inzibati sahələrdə mövcuddur. Eyni zamanda onu qeyd eləmək istəyirəm ki, ümumilikdə Dost agentliyi kumulativ olaraq bugünə qədər 4 milyon 200 mindən çox vətəndaşa xidmət göstərmişdir və xüsusilə Qarabağ Regional Dost Mərkəzi ötən dövr ərzində 180 minə yaxın vətəndaşa qeyd etdiyim sahələr, istiqamətlər üzrə xidmət göstərmişdir. Burada gün ərzində orta hesabla 80-ədək vətəndaşın qəbulu nəzərdə tutulur.